Salam, hər vaxtınız xeyir olsun, əziz yoldaşlar. Zan nəzarətçi imtahanına hazırlıq üçün belə bir testlər paylaşıram ki, hansı ki, bu testlərin düşmə ehtimalı çoxdur sizə. Daha əvvəllər düşmüş testlərdir. Bugünkü imtahanda da, dünənki imtahanda düşmüş testlərdən bir neçəsinin izahını verəcəm. Sadəcə burada mənə gəlib çıxdığı formada, yəni onun üzərindən izah verəcəm. Ola bilər bunu indi bir xırda oyan bir dəyişiklikləri ola bilər imtahanda. Amma əsas sualın məzmunu başa düşün ki, nədən söhbət gedir. Belə bir sual var, mətn yığmaqla bağlı. Eşitdiyimə görə son günlər bu tip suallardan Dövlət İmtahan Mərkəzi daha çox salır imtahana. Yazıblar ki, bu Badi Sabah Köçərlinin portreti idi. Qapını açıb içəri boylandım. Köhnə pilləkənlə ikinci mərtəbəyə qalxdım. Divardan köhnə bir portret asılmışdı. Qarşımda ötən əsrdən qalma bina dayanmışdı. Yoldaşlar, yaxşı olar ki, bu deyilənlərin hamısı, bu portretdə, qapıda, pilləkəndə, divardakı köhnə portretdə, bunlar hamısı evin içindədir. Deməli, bu adam birinci evi görür. 5 olacaq birinci. Qarşımda ötən əsrdən qalma bir bina dayanmışdı. Bu, həmin o binanın qapısını açıb da, yəqin ki. Onda olacaq 2. Qapını açıb içəri boylandım. Aha. Köhnə pilləkənlə ikinci mərtəbəyə qalxdım. 3. Divarda köhnə bir portret rəsm asılmışdı. 4. Ardınca da 1. Əgərlərim belə bir variant olmasa, yəni görək burada nə bilim 3 ilə nəyinsə yerini dəyişə bilərik. Qarşımda ötən əsrdən qalma bir bina dayanmışdı. Bu qapını açıb içəri boylandım. Hə? Ya da köhnə pilləkənlə ikinci mərtəbəyə qalxdım. Axı bu içəri girməyibsə necə ikinci mərtəbəyə qalxsın? Yalnız bu variant mümkündür. Başqa bir variant mümkün deyil. Bu verilən cümlələrə əsasən mətni bu cür belə öyrənəcək. Sonra belə bir sual var ki, ölkənin ilk sakinləri nə adlanır? Yerlilər adlanır. Yerli sakinlər eşitməmisiniz, yəni ilk sakinləri, ən qədim məskunlaşanlar, orada yaşayanlar da ümumiyyətlə. Bir də belə bir sual, bunu artıq neçə dəfə salıblar. Bunun iki variantı var. Biri solda gördüyünüz variant, biri də sağda gördüyünüz variant. Biri budur, futboldan bolu götürüb yazıblar. Xəkəndazdan keçər götürüb yazıblar. Yəni daz keçər deməkdir. Bunun sinonimidir. Burada isə bol sözünü götürüb yazıblar. Damlatmaqdan da burada yəqin ki, atmağı götürərsiniz. Atmağın burada sinonimi nə ola bilər? Tullamaq. Nəysə atmaq da. Kesinlikle bu birisində də eyni şeydir. Ampuldan pulu götürüb, vitamindən mini götürüb. Burada da yenə danlatmağı soruşurdu. Ona görə yəni bunun hər iki halı, hər iki variantı sizə düşə bilər. Keçirik, burada analogiya ilə bağlı düşən sözü yazıblar. Variantların da təxmini nə olduğunu deyiblər və düzgün variantı nə olduğunu indi mən sizə izah edirəm. Məsələ nədir burada? İki söz arasında heykəl, abidə. Bax, heykəl abidəyə aid. Abidə deyəndə ümumi bir şey ola bilər də. Yəni, başqa bir şeylər də ola bilər. Nə cəfəngiyat ola bilər? Yalan, cəfəngiyat. Yəni, bunlar bir növ sinonim kimi ola bilər. İndi mənə sual bu formada gəlib çıxır. Əslində öz yanaşma tərzim bu idi ki, heykəl abidəyə aiddir, cəfəngiyat yalana aiddir. Yəni, sual işarəsi burada olmalı. Amma tələbələrin mənə verdiyi informasiyaya görə sual bu formada. Şimdi nə dərəcədə doğrudur, onu da bilmirəm. Amma ən uyğun variantın yalan olduğu bizə məlum oldu da, belə deyək. Qatar kupe. Qatar kupeydən ibarətdir. Bəs nə kupletdən ibarət ola bilər? Yəqin ki, burada da şeirdir ki, tələbələrin də imtahanda düşən sualda variantlarda şeirin olduğu deyilmişdir. Yəni, belə bir sual çıxsa qabağınıza artıq burada yalanı, burada da şeiri yazmağı unutmayın. Diqqətinizə görə sağ olun, təşəkkür edirəm.